İslam ümməti ixtilafa düşdüyü zaman nə etməlidir? Əvvəlcə Nisa surəsi 59-cu ayəni oxuyub tərcümə edək. Ey iman gətirmiş kəslər! Ati'ullah, Allaha itaət edin və ati'ur rasulə və ulil əmri minkum və itaət edin rəsula, elçiyə və əmr sahiblərinizə. Əgər siz bir şeydə, bir məsələdə bir-birinizlə çəkişsəniz, ixtilaf etsəniz, sözünüz düz gəlməsə və bu qəbil onu, həmin bu məsələni kimə tərəf qaytarın, kimə qaytarın? Allaha və elçiyə qaytarın. Əgər siz Allaha iman gətirmişsinizsə və axirət gününə iman gətirmişsinizsə, siz bu cür etməlisiniz. Bu xeyirlidir, üstündür və nədir? Və əhsənu təvilən və nəticə baxımından ən yaxşıdır. Burada artıq itaət ikiləşdi. Yəni təkid baxımından daha yaxşı belə olar. Allaha və Peyğəmbərə itaət edin. İtaət 2 dəfə gəlməz. 2 dəfə gəlirsə təkid yox, buna daha çox deyirlər təsis. Yeni bir itaəti təsis etmək, şəriət qoyma, qanun qoyma xüsusiyyətini Allah ikinci itaətlə ortalığa qoyur. Allaha itaət edin və Allah tərəfindən səlahiyyət verilmiş elçiyə itaət edin. Deyilmir ki, filan halda Peyğəmbərə itaət edərsin. Filan şeydə itaət edin. Filan şeydə itaət. Mütləq mənada. Peyğəmbərin dəvəti ictihad üzərində deyil ki, bəzən xəta etsin, bəzən doğru etsin. Elə olsaydı Allah qeyd vurmalıydı. Rəsul və ulul əmr bir itaətin çətiri altındadır. Ulul əmr özü tək başına müstəqil mənada dinin mənbəyi deyil. Hər hansı bir məsələdə sən ixtilaf eləmirsən. Elə mən ixtilaf eləmişim, ulul əmrin kim olmalıdır? Nəyə qaytarmalıyam? İlallah, yəni Allahın kitabına və Rasul və Peyğəmbər sünnəsinə. Məfhumu Allah izah eləyəcək, necə ulul əmr kimi, misdaqı kim izah eləyəcək? Yəni onun predmetini, onun kimlərdən ibarət olduğunu, əlbəttə ki, onu Peyğəmbər sünnəsi izah eləyəcək. İslam ümməti əmr sahiblərinin kim olması barəsində fikir ayrılıqları var. Sonra Qurani-Kərimdə bir ayə var. Biz öz hökmümüzlə, əmrimizlə onları doğru yola göstərən imamlar etdik. Həmin ulul əmrlə imamların da əmr sahibi olduğu. Biz deyək, biz imamlar qərar vermişik, onların əlində əmr var, o əmr vasitəsilə onlar hidayət edərlər, yəni o əmrin sahibləridir. Əlaqələndirmə. Əgər dinin qaynağı Allahın kitabı olsaydı, ilallahla kifayətlənərdi. Demədi, əmr sahiblərinə qaytarın. Əhl-Beyt imamları da nəql olunub ki, deyir, biz Allah buyurub, Peyğəmbər belə buyurubdan başqa özümüzdən heç nə demərik. Demir əmr sahibləri ixtilaf etsə, demir Peyğəmbər, demir ki, Quranda tapsaz, demir. Bütün ixtilaf və çəkişmələr sizdəndir.